Xəstə mənə dedi, yaşamaq istəyirsən həyatda. Mən buna siqaret verirdim, çay verirdim, qənd verirdim, bir şey götürürdüm. Dedi, yaşamaq istəyirsən, onda heç vaxt allanma, inanma, utanma. Psix xəstə sizə dedi. Bəli, Dadaşov İldırım adına bir xəstə. Hələ həyatımda onu mən nə həyatda eşitmişdim, nə kitabda oxumuşdum, nə mənə rast gəlmişdim. O xəstə ki, egoist deyərlər. O özündən başqa heç kim bəyənmirdi. Özün yer üzünün ən məşhuri, ən varlısı, ən dövlətlisi hesab edirdi. Həmin o Dadaşov İldırım. Gəl ki, Leninin adını tutanda, qardaş, üzlərim, mənim dilim gəlmir ona deməyə, nələr deyirdi onun haqqında. Amma allanma, inanma, utanma bu yazma çıxmadı. Dedim, nəsə, dedi, Kursk Bağdanda durmuşdum, Lənkəran gedəcəkdim, siqaret çəkirdim. Gördüm bir cavan belə tətil gəldi belə, boltada belə bir büküm vardı. Mənə belə başladı, buram gedim, padşahlar piyada gedən yol var, yer var, orada biz tuvalet deyirik. Dedi, mən oradayım, dedim, vurdum, çəkirdim elə. Elə əlimi belə, bu gedən, əlimi belə atanda, mən tutdular. Belə döndüm, gördüm polis, birinə bir yumruq vurdum onun deməyinə. Bildim ki, bu getdi. İkincisine qaldıranda bir dənə təpəmə vurdular. Heç zad bilmədim. Aylanda gördüm ki, təmiz otaq, ağ geyimli adamlar, biri belə qatır, biri qatır, biri. Bizim dedim, nə olur, mən burada nə gedirəm, nə gezirsən? Sən bilmirsən burada nə gezirsən? Deyir, yox. 2 kilo nəşəni qoymuşsan qoltuğa, özə siqaret çəkirsən. Deyirsən, mən heç nə bilmirəm. Nə? Nəşə? 2 kilo? Dedi, nə? Buradadır. Allanma, inanma, utanma. Bu adam gəldi, bükümdür. Mən nə bilim bunun içində nəşədir, nə başqa şeydir. Mən ona inandım, allandım. Bu da ki, mənim... Bəs onu niyə psixiatriya xəstəxanasına yerləşdiriblər? Hə, çünki o, deyirəm, pozulandan sonra, bir dənə udardan sonra, o hamını pis yönündən baxırdı. Ələlxüsus rəhbəriyyətə, ələlxüsus Leninə. İkimiz gedirik, yağış da yağıb, bu səkilərin üstündə belə qopmuş yerler var, su durub orada. Cabir adında bir masalıdan xəstə vardı. O da uçuğa belə baxırdı, belə. Adşini dedi, ana, elə belə dedi, ana, oradan malın tutursan, biraz birində danışırdı. Dedi, doktorun başı xarab olur ve burada balık olar. Andolsun Allah'a, bunu deyəndə mən qulaqlarımı tuttum ki, partlamasın gülməkdən. Gücünlə balığıyla, bax bunu dəlizdən gör ne işləyir. Burada balık olar. O sözün, sualın cevabını tez veren, amma gəl ki, onun bir dənə işi vardı ki, qaşığı, yeməyin qaşığın udmuşdu. Həmən o xəstə axırı sağaldı, gəlib onu yapardılar da. Hündür adam, bilmirəm, Səlyandandır ya, hardandır. Eyvaz adında şəxsi. O adam öldürmüşdü. Onu ona göre orası almışlar ki, kurtarmağa. O da dedi ki, ben burada yaşayamıyorum, buraya yaşamalı deyir. Ben gedirəm hemen öz yatdığım türməyə. Birin gəledi, elə ağzına sildi, ağzına gəlib benim yortam. Ondan sonra yedim, eləsi elədi, çıxdı getdi. O adam içkisiz qalmırdı. İçkisi nə dəcəldir? Adı, o Hindistan çağları var, deyək bax belənçi. Bir kəfiyə, belə sarı yüzlü. Onu tökürdü bir çaşkıya, onu qaynadırdı, bütürüm. İçəndən sonra o kayıflanırdı. Ha, o nədənsə, indi o mənə məlum deyil, nədənsə o kayıfdan götürüb trosu keçirmişdi boğazına. Öz boğazına. Öz boğazına trosu asmışdı oradan. Allah'tan gelen kimi o tros oradan kırılmıştı, o düşmüştü. O trosun yeri hala da kalırdı onun boynunda. Bizde kallektirler var orada, böyle şort direnler var. Xəstədir, nə bir diren? Qaçmaq istəyir. Birdən beyninə dolub ki, evlərinə qaçır. Qaçır. Qaçanda düşüb kallektirə, onu çıxardıblar. Bu da onu qurutmaq məqsədi ilə ki, bunu paltarı qurusun, bunu götürüb asmışdı ağacdan. Xoşbəxtlikdən rast gəlmişdilər ki, adam ölür də onu... Bir xəstə digər xəstəni asmış. Bəli, digər xəstəni asmışdı.
Qurutmaq üçün, üstünü qurutmaq üçün. Bəs siz necə bildiniz ki, o bunu qurutmaq məqsədi ilə asıb? Özü etiraf elədi. Xəstə